Dekabrın 31-i, eləcə də yanvarın 1-də və 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Bakıda və Abşeronda, eləcə də Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti bəzi yerlərdə saniyədə 28 metrə qədər güclənəcək. Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Kürdəmir, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərda, Bağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsir. Küləyin sürəti saniyədə bəzi yerlərdə 20 metrə çatacaq. Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb. Doğru Xəbər Azərbaycan reporta istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ciddi ziyan dəyib. Qırılmış ağac küçədə sakinlərin hərəkətinə də mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən kanalımıza bildirildi ki, gecə saatlarından etibarən Bakı şəhər ərazisində 8 ağac sınıb, 12 ağacın isə budaqları qırılıb. Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadalar tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib. Nazirlik qeyri-sabit hava şəraitində, xüsusən də güclü küləkdə əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır. Ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xəttə zəng edə bilərsiniz.